Günahlar insanın qəlbindəki qısqanclıq hərarətini, alovunu söndürmüş olur. Hansı ki, həqiqətən də bu qısqanclıq hərarəti və bu alovu və doğrudan da insandan çirkin və murdar sifətləri uzaq edir. Necə ki, od, alov qızılın, gümüşün pasını təmizlədiyi kimi, dəmirin pasını təmizlədiyi kimi, qısqanclıq da insana yaxşı şeyləri verir və pis vəsifləri, pis şeyləri ondan uzaq edir. Ona görə də buyurulur ki, həqiqətən də insanların səy etmə baxımından, çalışma baxımından ən uca, ən şərəfli olanları həm öz nəfslərinə qarşı, həm yaxınlarına qarşı, həm də ümumi insanlara qarşı qısqanc olan insandır. Ona görə də Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm ümmətinə qarşı ən qısqanc olan insan idi. Allah Subhanahu wa Ta'ala ondan da qısqanc idi. Necə ki, Buxari Müslimdə keçən hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm Səadin qısqanclığı barəsində buyurur ki, sizdir Səadin qısqanclığına təəccüb edirsiniz. Hansı ki, mən ondan daha qısqanc, Allah məndən daha qısqancdır, buyurur Peyğəmbər sallallahu aleyhi və səlləm. Həmçinin də günah insanda olan həyanı aparır. Hansı ki, həya onun qəlbinin maddəsidir, onun qəlbinin yaşayışıdır və həya doğrudan da bütün xeyirlərin əslidir. Həya gedərsə, insandan xeyir gedər. İnsandan o xeyir qalxmış olar. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, həyanın hamısı xeyirdir. Başqa bir hədisdə də Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, utanmırsansa istədiyini et, həya etmirsənsə istədiyini elə. Günahlar növbəti təsirlərindən insanın qəlbində Allah barəsində olan əzəməti, ucalığı zəiflədir. İnsanın qəlbində Allah barəsində olan ciddiyyəti zəiflədir. Yəni, bu həqiqətən də belədir. Bir insan istəyir bunu qəbul etsin, istəyir qəbul eləməsin, real olan bundan ibarətdir. Və həqiqətən də asiyə, günahkara cəza olaraq kifayətdir ki, artıq onun qəlbində Allahı uca tutmaq, artıq onun qəlbində zəifləyib, yox olub, Allahın haramlarını uca tutmaq onun qəlbində artıq demək olar ki, yox olmuşdur.